Salamünaleyküm. Biz indi Qubatlı rayonunun Muratxanlı kəndindəyik. Bura Muratxanlı kəndinin mərkəzidir. Sol tərəfdə Həkər çay axır. Bax burada Muratxanlı kəndi, Muratxanlı kəndinin şəhidləridir. Allah Teala şəhidlərimizə rəhmət eləsin. Yerler cennet olsun. Ruhlarına Fatiha okuduq. Buradan yukarıda biraz yukarı kalkacağız biz indi. Orada benim nenem, koca nenem, Seyit Nurcahan nenemin qəbrini ziyaret edeceğiz. Burada yukarıda olmalıdır. Biraz hele ki səhər tam açılmayıb. Seyit Nurcahan nenem benim atamın koca nenesidir. Babam Seyit Məşəd Mirəlinin xanımıdır. Seyit Ənnağı babamın da bacısıdır. Allah rəhmət eləsin hamısına. Bu kənddə olan şəhidlərə, bu kənddə həyatını bitirmiş, dünyadan köçmüş bütün insanlara rəhmət eləsin, sakinlərə. Uca Allah şəhidlərimizin məkanın cənnət eləsin, dünyasını dəyişənlərin yerlərini cənnət eləsin. İndi çıxmağa çalışacaq. Elxan Xaloğlu ilə Allah onun köməyi olsun. O gətirib nənəmin məzarını bizə göstərəcək.